Təqribi. Yaxşı, həndəsi optika. İnşallah həndəsi optika işıq hadisələrini öyrənən bölməli. Fizikada işıq hadisələrini biz həndəsi optika ilə öyrənirik. Ümumiyyətlə, biz işığın gələcək dərsdə zərrəcik və yaxud da ki, dalğa xüsusiyyətlərinə və s. baxacaq. Amma bugün işığın sınması, qayıtması, linzalar, çökük, qabarıq güzgülər və s. biz ümumilikdə bunlara baxacaq. Bugün baxacağımız çatdıra bilsək, bugün hamısını keçmək istəyirəm. Ümumiyyətlə, optikanı yekunlaşdırmaq niyyətim var. Əgər çatdıra bilsək, çatdıra bilməsək, bir hissəsini bugün keçəcəm, bir hissəsini gələn dərs dalğa optikasından bir yerdə keçəcəm. Həm onu keçəcəm, həm dalğa optikası. Çünki dalğa optikası böyük bir dərs forması deyil. Yaxşı, həndəsi optika. Birinci uşaqlar işıq hadisəsi, işığın sınması, kölgənin əmələ gəlməsi, kölgə necə əmələ gəlir? Nə tip kölgələri biz tanıyırıq uşaqlar. Normalda işıq mənbəyindən, bura biz işıq mənbəyi götürək. Qarşısına bir dənə maniyə qoyaq. Qarşısına bir dənə maniyə qoyaq. Uşaqlar, işıq mənbəyin qarşısına maniyə qoyaq və bunun arxasında bir lövhə olsun. İşıq şüasından düşür bu cismin üzərinə. Bu qeyri-şəffaf olduğuna görə, bunun arxasında bunun kölgəsi əmələ gətirir. İşıq düşmür da, aydındır. Buna tünd kölgə və ya tam kölgə də deyirlər. Tam qaranlıq hissədir uşaqlar. Buna deyirlər tam kölgə. Buna artıq bütün işıqların aura düşmədiyi nöqtə deyirik də, artıq tamamən qaranlıq gedir. Biz bir də kənarlardan göndərəcəyimiz var ki, uşaqlar, bunun kənar hissələrinə gəlib düşür. Oranı işıq tam da işıqlandıra bilməsə də, nə də tam qaranlıq edə bilmədiyi üçün o prosesi də yarım kölgə anlayışı deyirlər. Nisbətən, bu hissələrə seyrək şəkildə uşaqlar kölgədən söhbət gedir. Seyrək kölgədən söhbət gedir. Bu hissələrdə də nisbətən seyrəldilmiş. Buna da yarım kölgə deyirlər. Yəni, tam kölgə forması yox. Tam kölgə forması alınmır deyə ona yarım kölgə anlayışı deyirlər. Bir işini yaldıraq zəhmət olmasa. Məsələn, deyirik ki, mən deyirəm ki, baxın, bu lap yaxınlaşdırsaq, bunun arxasında tam qaranlıq kölgə əmələ gəldi. Aydındır. Amma biz uzaqdan tutanda, qıraqda da kölgələr var, amma yarım kölgəsi azaldı. Plus, qıraqda yarım əlavə kölgələr də yaranır. Mən fikir verə bilirsiniz ya yox. Çünki burada işıq şüası düşür. Fərqli bir yarım kölgə prosesi də oldu. Nisbətən mən bunu necə sizə belə göstərə bilərəm. Sən bax, bu dəqiqə mənim bu işıq düşmədən mənim əlimin kölgəsi var. Neçə dənə kölgə var burada? 2 dənə kölgə var. 1, 2. Biri tam kölgə, nisbətən biri yarı kölgə. Hansından düşürsən? Bunu belə tutsam, biri itir, bir də tutsam, yenə 2 dənə kölgə. Biri yarısıdır, nisbətən seyrəkdir. Birisi tündür. Tünd olan tam kölgədir, seyrək olan isə məhz yarım kölgə gedir. Aydındır, seyrək olana bir yarım kölgə deyir uşaqlar. Bu tam kölgə və yarım kölgə, o seyrək kölgələri dəyişə bilirik. Bu maniyəni sürüşdürməklə və ya lampanı cismə yaxınlaşdırıb uzaqlaşdırmaqla bunu mümkün edə bilirik. Əgər lampa cismə yaxınlaşdırılırsa, yarım kölgədə böyüyür, tam kölgədə böyüyür. Uzaqlaşdırılırsa, kiçilir. Bəli, uzaqlaşdırdığımız zaman kiçilir. Bunu ən yaxşı şəklini çəkib uzaqdan göndərin, yaxından göndərin, onu müşahidə edə bilərsiniz. Bu daha effektli olur, daha yaxşı olmuş olur, onu müşahidə edə bilərsiniz. Kölgə necə əmələ gəlir? Kölgənin əmələ gəlməsi bax, bu formada uşaqlar. Baxın, tutaq ki, hansı bir çox böyük çəkdim elə bir. Ne belə oldu? Məsələn, burada bir dənə cisim çəkirəm. Bir cisim var. Buradan işıq şüası düşür.
bu cismin üzərində. Qeyri-şəffaf cisim olduğu üçün dəyir uşaqlar və geri qayıdır. Düşür, dəyir və geri qayıdır. Amma bir dənəsi bu təpə nöqtəsindən keçdiyi zaman, bu hissədə bu cismin kölgəsi əmələ gəlir. Aydındır. Əgər məsələn günəş şüası düşür, dağın o tərəfinə düşür. Bu tərəfinə günəş şüası düşmürsə, bura qaranlıq olur. Aydındır. Amma biraz günəş yuxarıda olur, tam da bu tərəf qaranlıq olmur. Görürsən ki, dib hissələri qaranlıq olur. Belə də təsəvvür edə bilərik. Məsələn, tutaq ki, günəş artıq oradadır, mənim kölgəm balaca görünmüş olur. Aydındır. Artıq mənim kölgəm balacadır. Hardan düşür, mən təpə nöqtəmdən də ölçü, biçir və bir şey. Günəş təpə nöqtəyə gələndə artıq mənim kölgəm kiçilir. Təpədən düşdüyü zaman kölgə kiçilir və düşür tam əyərimin altına. Bax, buna bənzəyir uşaqlar. Bizim burada alfa bucağımız var. Bu bizim hündürlüyümüz ola bilər. Bu kölgəmizin uzunluğu ola bilər. Bu bizim kölgəmizin uzunluğudur. Bunu da başqa rəngdən deyə bilərik. O, kölgəmizin uzunluğudur. Tangents alfa ilə biz həm hündürlüyümüzü tapa bilərik, həm kölgəmizin uzunluğunu tapa bilərik. Transport edəndə ölçüb, əvvəllər bir də sənə tapıblar hündürlüyü zaten. Yəni ki, nə qədər hündürdəndir və s. Beləcə rahat şəkildə tapa bilərsən. Yəni, nə qədər hündürlükdədir və s. və ilə bunu rahat təyin edə bilər. İşıq şüasının alınma məsələsi budur. Yəni, bizim üzərimizə düşür. Keçə biləni keçir, keçə bilməyən keçmir. Yəni, mənim dəyib qayıdanlar qayıdır. Mən orada kölgəm əmələ gəlir. Çünki işıq şüası düşür, keçə bilmir. Bir dənəsi üstdən keçir və orada mənim kölgə əmələ gətizdirir. İkinci bir məsələ güzgü məsələsidir. Güzgü. Uşaqlar, güzgü nədir? Normalda hər gün qarşısında durursunuz. Özünüzə baxırsınız, kirəndə çıxanda. Dəqiqə başı özü kontrol edin ki, vəziyyət nətər görünürsən, necə görünürsən. Sən güzgün qabağında duranda xəyalın harada alınır? Eyni uzaqlıqda, yoxsa güzgün içində? Eyni uzaqlıqda. Bəli. Bəzən özünüzü güzgün içində təsəvvür edirsiniz, bəli, güzgün içində o tərəfindəsiniz. Aydındır. Yəni, sən güzgüdən hansı məsafədəsənsə, və sən buradan buraya 2 metr məsafədəsənsə, sənin xəyalın da, bəli, 10 da buradan bura qədər olan məsafəsi 2 metr olacaq. Səndən güzgüyə qədər məsafə 2 metr. Səndən xəyala qədər olan məsafə 4 metr. Sənin xəyalın, xəyal mövhümidir. Nədən çıxartmayın? Güzgüdəki xəyal mövhümi xəyaldır. Mən güzgüdən 5 metr bu tərəfə dururamsa, xəyal da güzgüdən 5 metr o tərəfdədir. Məndən xəyala qədər olan məsafə 10 metr. Aydındır. Mən əgər V sürəti ilə güzgün üzərinə qaçıramsa, xəyal da V sürəti ilə güzgün üzərinə qaçır. Mənim xəyalma nəzərəli sürəti 2-dir. Əgər mən topu V sürəti ilə güzgün üzərinə vururamsa, xəyaldan da ki, topumuz V sürəti ilə güzgün üzərinə gələcək. Mənim topumun güzgüyə nəzərən sürəti məsələn 10-dursa, xəyaldakının da sürəti 10-dur. Amma topumun xəyaldakı topa nəzərən sürəti 20 toplanır. Aydın olurmu? Güzgü məsələsi belədir uşaqlar. Tam tərsinə, əksinə qaçsaq, yenə o tərəfə qaçacaq. Xəyal da qaçacaq, yenə bir-birinizə nəzərən sürətlər toplanılır. Yaddan çıxartmayaq uşaqlar. Güzgü məsələsində sən əyilsən, necə? Qarşı-qarşıya hərəkət kimidir. Bəli. Sən güzgü üzərinə əyilsən, elə bilirsən bu tərəfə əyiləcək, xeyr. Xəyalın da güzgü üzərinə əyilmiş olur. Ən çox uşaqları çaşdırırlar hərflərdə. Məsələn, 5 güzgün o tərəfdən necə görünür? 3 necə görünür? 25 o tərəfdən deyir, çək. Aydındır. Yəni, tərsini o tərəfdən çəkmək lazımdır. Biraz uşaqları qarışdırır. Bizim test toplusunda yoxdur, amma bu suallar qaçınılmaz. Məsələn, verir ki, 325 və yaxud da ki, 225, 250-ni o tərəfdə çəkirsiniz. 252, hə? Çox olmaz, bəs 5 rəqəmimizdə. Olsun, yəni düzürsən də, yəni tərsinə çevirsən, başdan düzməyə. Aydındır, yaddan çıxar. Uşaqlar, güzgü belədir ki, güzgü üzərinə düşən işıqlar
Güzgün arxa hissəsi biz qeyri-şəffaf sayılır da güzgü. İşığı qaytarır geri, yəni keçirmir. Bəli, işıq şüası əgər qeyri-şəffaf bir cismin üzərində düşürsə, bax düşürsə, düşmə bucağı hansı olacaq? Buna biz bir perpendikulyar çəkirik. Hər zaman düşmə bucağı perpendikulyarla düşən bucaq arasındadır. Bax, bu alifadır. Bəzən buranı düşmə götürürlər, xeyr. Aydındır. Düşmə bucağımız bax budur. Bu da hansı bucaq olur? Qayıtma bucağı. Sınma deyil, qayıtmadır. Qayıtma ayrı şeydir, sınma ayrı şeydir. Sınma sınıb aşağı keçəcək. Amma bu qayıtmadır. Bax, buradakı bucağınız beta olsa, alfa həmişə betaya bərabərdir. Yaxşı, nə başa oldu? Hə, buna deyil, ay, kim yeri yoxdur. Hə, onu düzəltməyə çalışaq. Buna başqa sukalar zaten deyil. Hə, həmişə alfa betaya bərabər. Gör nə deyir? Deyir ki, orada qarşısını kəsir. Ona yaxşıdır, Turan. Hə, deyir ki, hə, düşən şua, qayıdan şua və onlara çəkilən perpendikulyar bir müstəvinin üzərindədirlər. Bu, qeyri-şəffaf mühitdir. Aydındır. Düşən şua, qayıdan şua və onlara çəkilən perpendikulyar bir müstəvinin üzərindədirlər. Bunu yadda çıxartmayaq. Keçək şəffaf mühitə. Şəffaf mühitdə proses necədir? Şəffaf mühitə keçməmişdən elektromaqnit dalğalarında bir prosesi yadımıza salacağıq. Sındırma əmsalını. Sındırma əmsalı N bərabər idi. S bölünsün V. N bərabər idi. Lambda 0 bölünsün lambda. Deyirdik ki, bizim mühitdəki sürətimiz vakumdakından sındırma əmsalı qədər azdır. Dalğa uzunluğu o qədər azdır. Sındırma əmsalının vahidi yox idi və mühitin xassələrindən asılı idi. Ona görə də N1 bölünsün N2, lambda 2 bölünsün lambda 1 və ya V2 bölünsün V1. Bəli, bizim sürətimiz və dalğa uzunluğumuz sındırma əmsalı ilə tərs asılıdırlar. Çox sındıran mühitlər, az sındıran mühitlər. Yadımıza salaq, vakumda sındırma əmsalı yoxdur. Demək olar ki, yəni, heç bir prosesdə orada artıq sürət bir-birinə bərabərdə bir qəbul edirik. Havanı da təqribən bir qəbul edirik. Amma suda sındırma əmsalı çoxdur. Şüşədə daha çoxdur. Daha çox işığı sındırır. İşıq keçmir. Keçib gelə bilmir. Məsələn, suyun 30-40 metr dərinliyinə düşəndə baxıb görürsünüz ki, artıq qaranlıqlaşır. Çünki günəş işığı gəlib çatmır. Məsələn, şüşədə nə bilir, 5-6 metr qalın şüşə olsa, o tərəfi görünməyəcək. Artıq işıq şüası düşməyəcək. Məsələ odur, qalınlaşdıqca işıq şüası sınmış və dağılmış olur uşaqlar. Gələk bizim bu mühitimizə. Burada məsələ nə olur? Necə olur uşaqlar? Gəlin 3 dənə, 4 dənə mühit götürək. Birinci mühit. Bura hava mühiti olsun. Bura su. Bu şüşə. Bura yenə hava mühiti olsun. İşıq şüası əvvəlcə havadan suya düşsün. Bilirsiniz ki, su şəffaf olduğu üçün işıq şüası keçəcək. Düz ısınıb nisbətən qayıdanlar olur, amma çox qayıtmır. Aydındır, keçir. Nə edirik? Düşərkən mütləq perpendikulyar çəkməyiz lazım. Perpendikulyar çəkməsə səhv edəcəksiniz. İşıq şüası düşdü, perpendikulyarını çəkirsiniz. Aydındır. Hansı mühitdən hansı mühitə keçir? Havadan suya. Seyrəkdən sıxa keçirdiniz, düzdürmü? Yaddan çıxartmırsınız.
Əgər seyrək mühitdən sıx mühitə keçərsə, perpendikulyara yaxınlaşır. Əslində necə getməliyik bu formada? Düzdür, yaxınlaşdır. Düşmə bucağı alfa, sınma bucağı beta. Alfa böyükdür betadan. Necə oldu? Seyrək mühitdən sıx mühitə keçərkən perpendikulyara nə etməlidir? Yaxınlaşmalıdır. İndi yenidən bura biz bir dənə perpendikulyar çəkirik. Yenə sudan şuşaya keçir. Nəydən nəyə keçir? Seyrəkdən sıxı keçirmi? Yenə nə etməlidir? Yaxınlaşmalıdır. O zaman biz deyirik ki, başqa bir rənglə